Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün biz ABŞ mövzusuna müraciət elədik. Lövhədə də gördüyünüz kimi Donald Trump və Joe Bidenin hakimiyyət illərində baş vermiş hadisələri qısa bir nəzər salaq. Əvvəlcə onu deyim ki, 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkilərində respublikaçılardan olan Donald Trump qalib gəldi və ABŞ prezidenti seçildi. Və Donald Trump'ın birinci prezidentlik dövrü 2017-ci ildən 2021-ci ilə qədərki dövrü əhatə edir. 2016-da prezident seçkiləri keçirildi, 2017-ci ildə isə birinci prezidentlik dövrü başladı. Donald Trump'ın hakimiyyəti birinci prezidentlik dövründə o, xarici siyasətdə İran, Şimali Koreya və Rusiya ilə münasibətləri qaydaya salmaq üçün xüsusi tədbirlər həyata keçirdi. Gəlin qeyd edək, Donald Trump İran, Şimali Koreya və Rusiya ilə münasibətləri qaydaya salmağa cəhd elədi. O birinci prezidentlik dövründə. Xüsusilə də onun hakimiyyəti illərində, birinci prezidentlik dövründə Koreya məsələsinə də toxunuldu və ABŞ-ın təşəbbüsü ilə Koreya Xalq Demokratik Respublikası ilə Koreya Respublikası arasında iki tərəfli görüşlər keçirildi, lakin bu görüşlərin elə bir əhəmiyyəti olmadı, yəni öz nəticəsini vermədi. Yəni bu hissəyə də qeyd edək ki, Koreya məsələsinə də diqqət yetirdi və dostluq əlaqələri yaratmaq və birləşdirməyə cəhd olundu. İkinci, Joe Biden hakimiyyət illərini qeyd edəcək. Joe Biden Donald Trump'dan sonra prezident seçildi. Onun prezidentlik dövrü 2021-ci ildən 2025-ci ilə qədərki dövrü əhatə edir. Joe Biden Donald Trump'dan fərqli olaraq xarici siyasətdə Rusiya ilə münasibətləri nizamlamaq əvəzinə Rusiyaya qarşı çox sərt sözlər irəli sürdü. Gəlin qeyd edək, Rusiyaya qarşı sərt sözlər, Rusiyaya qarşı çıxış və xüsusilə də bildiyimiz kimi Rusiya-Ukrayna savaşı bildiyiniz kimi 2022-ci ilin fevralında Rusiya hərbi dəstələri Ukrayna ərazisinə hərbi müdaxilə elədi. Və bu müdaxilə nəticəsində Joe Biden Rusiyanın bu siyasətini, bu müdaxiləsini pislədi və üstəlik açıq aydın şəkildə Ukraynaya həm hərbi yardım, həm də belə deyək də maddi yardım da göstərdi, açıq aydın şəkildə göstərdi. Və 2025-ci ildə Joe Bidenin prezidentliyi bitdikdən sonra yenidən Donald Trump prezident seçildi və onun 2025-ci ildə seçildiyi prezidentlik dövrü 2029-cu ilə qədərki dövrü əhatə edəcək.